Siz də qara rəngi sevirsiniz, amma mənim kimi tam olaraq qara geyinə bilmərsiniz. Nə isə axtarırsınız ki, o qaraya gözəllik versin. Düzdür, qara rəngin özü onsuz sadəlikdə də gözəldir. Sadəcə mən onun üzərində hər hansı bir ışıltı istəyirəm. Ona görə də belə qızıl işləməli kəmərimi taxdım və bu cür köynəklərdə qollarım bizi narahat etməməsi üçün mən belə bir üsuldan istifadə edirəm. Siz necə bilirsiniz bu üsulu və yaxud istifadə etmisinizmi nə vaxtsa? Rəylərdə cavabınızı gözləyirəm. Budur, hər iki qolda istifadə edirəm. Nazik saç rezinləridir, onlardan istifadə edirəm və heç də narahat etmir, heç də sıxmır. Burada artıq qızılı işləməli aksesuarlarımı taxıram. Buyurun, baxın və yenə də hər hansı bir dəyişiklik axtarıram və olmazsa olmazım saatim. Halbuki saat mənim qolumda işləmir. Ümumiyyətlə, bilmirəm nədəndir, heç bir saat. Bugün alınsın, mən taxım, sabah o saat artıq mənim qolumda işləmir. Sadəcə bilin ki, mən görünüş üçün taxıram və burada artıq incə bir şərf, bandanamı deyim, yəni istifadə edirəm. Baxın, onun da bağlanma formasını bu cür edirəm ki, çox da iri formada görünməsin, incə və nazik olaraq boğazımıza daha gözəl otursun. Geyindiyim geyimlərə bu cür toxunuşlar etməyi çox sevirəm və digər bir toxunuş da edə bilərik. Artıq burada kəmərimin rəngi dəyişdi, gördüyünüz kimi və yenə həmin bandananı və yaxud incə bir şərfimiz varsa, ondan adi, sadə bu cür də istifadə edə bilərik. Mən bu cür istifadə edərək kombinləyə bilirəm. Bəs siz necə bu cür istifadə edərsiniz?